Təqaüdlər. Yenə də pensiyada, təqaüdlərdə artımlar olacaq. Artıq bununla bağlı məlumatlar var, ictimailəşdiriblər. Təbii ki, Milli Məclisdə gündəliyə salırlar, nəzərə alırlar ki, mütləq pensiya alanların pensiyaları, təqaüdləri biraz da olsa yüksək olsun, artsın. Minimum əmək haqqı artımından sonra bir sıra müavinət və təqaüdlərdə artımlar qeydə alınmalıdır. Bəli. Bizim media xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat verib. Onun sözlərinə görə bu ildən artımların reallaşdığı təqaüdlərdən biri də peşə hazırlığına cəlb olunmuş şəxslərlə ödənilən vəsaitdir. Bəli, peşə öyrənir, heç bir yerdən 1 manat gəliri yoxdur. Tutaq ki, hansısa rayondan gəlib, icra hakimiyyəti, icra başçısının göndərişindən, təbii ki, sənədlə gəlib, 30 yaşı var, 35 yaşı var, təqaüd, heç bir yerdən də gəliri yoxdur. Onu da nəzərə alıblar ki, peşə öyrənir. Çünki peşə öyrənmək mütləqdir. Həmin o adamlar məşğulluq haqqında qanuna əsasən Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə minimum əmək haqqının 50% məbləğində təqaüd verilir. 2025-ci ilin yanvar ayında minimum əmək haqqı 325 manatdan 400 manata qədər yüksəldiyindən bu təqaüd məbləği də artırılıb artıq. Belə ki, əvvəllər həmin vətəndaşlarımıza ödənilən aylıq məbləğ 162 manat, yəni onda 5 manat idisə, indi həmin təqaüd artırılaraq 200 manat olub. Bu deməkdir ki, peşə hazırlığına cəlb olunması şəxslərə verilən təqaüd məbləği 14% artırılıb. Və deputat bildirilib ki, bir sıra təqaüdlərdə artımlarla bağlı təkliflər hazırdır. Nazirlər Kabineti tərəfindən hazırlanır. Bu ay üçün nəzərdə tutulmuşdur. Çünki müəyyən əmək pensiyaları falan bəzilərində bilirsiniz ki, artım olmuşdu, amma yaşla bağlı artım yox idi. Amma dedilər ki, bu ay üçün inşallah onların kartına artımla bir yerdə o vəsait qoyulacaq. Onlar hiss edəcək, görəcəklər ki, artıq ən çox yaşı nəzərdə tutar. Yaşı hansı ki 65 yaşı olanlar, 64 yarım, 63 yarım olanda hansı ki təqaüdə çıxıblar, onların da kartına o vəsait qoyulacaq. Onlar o artımı hiss edəcəklər. Təkliflərin bu ayın ikinci yarısında dövlət başçısına təqdim edilməsi gözlənir. Bu o deməkdir ki, yaxın zamanlarda bir sıra digər müavinət və təqaüdlərdə də artımlar olacaq. İnşallah mən bilirəm ki, həmən bizim möhtərəm prezident imza atacaq. O insanlar bunu təqaüdlərini, pensiyalarını artımdan alacaqlar.